Salam əziz şagirdlər, bugünkü dərsimizdə ətraflı yazı tələb olunan tapşırıqlar ikinci hissə izahına baxacağıq. İkinci hissənin birinci mövzusu elektrik yükü, elektrik sahəsi. Birinci sualımızdan başlayaq. Əks işarəli və modulca eyni yükə malik olan iki kürə F qüvvəsi ilə bir-birini cəzb edir. Kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısı o biri kürəyə verilərsə, onlar arasındakı qarşı təsir qüvvəsi nəyə bərabər olar? Deməli, biz burada nəyə diqqət edirik? Birincisi, bizə lazımdır iki yük arasındakı qarşı təsir qüvvəsi, yəni Coulomb qanunu F bərabərdir K Q1 Q2 bölünsün R kvadratı düsturu ilə hesablanır. Deməli, bizim yüklərimiz eyni əks işarəlidir, yəni biri müsbət Q-dür, digəri isə mənfi Q-dür. O zaman onlar arasında başlanğıc andakı qüvvəmiz F bərabərdir K Q kvadrat bölünsün R kvadratdır. Yəni, harada bu ifadəni görsək, biz ona nə deyəcəyik? F deyəcəyik. İkinci halda yüklərdən birinin yarısını digərinə versək, Q1-də qalacaq Q bölünsün 2, mənfi Q-nin üstərinə də müsbət Q gəlsin, yəni Q2 olacaq, mənfi Q üstə gəlsin 2-dən 1 Q. O da eləyəcək mənfi Q bölünsün 2. Və ikinci haldakı F iştiriximiz bərabər olacaq. K vurulsun, modulda Q bölünsün 2 vurulsun, modulda mənfi Q bölünsün 2 bölünsün R kvadrat. Məsafəni dəyişmirik. O isə bizdən ötürü olur 4-dən 1 K Q kvadrat bölünsün R kvadrat. K Q kvadrat bölünsün R kvadrat bizdən ötürü nəyə bərabər idi? F-ə bərabər idi. Onda bizim F iştiriximiz bərabər olacaq F bölünsün 4. Mütənasibliklə də deyə bilərik, yükümüz hər ikisi 2 dəfə azaldığına görə yekun qüvvəmiz 4 dəfə azalar. Doğru cavabımız F bölünsün 4-dür. Növbəti sualımız, ikinci sualda deyir ki, eyni yükə malik olan iki kürə F qüvvəsi ilə bir-birini itələyir. Yəni, indi hal-hazırda hər ikisi ya müsbətdir, ya hər ikisi mənfidir. Burada artıq biz hər ikisini müsbət götürək. Deyir ki, kürələr arasındakı məsafəni dəyişdirmədən birindəki yükün yarısını o biri kürəyə versələr, onlar arasındakı qarşı təsir qüvvəsi nəyə bərabər olar? Başlanğıc andakı yenə F-imizi yazırıq. K vurulsun, Q kvadrat bölünsün R kvadrat. Yəni, bu bizdən ötürü F-dir. Sonra yüklərdən birinin yarısını götürdük. Birində qaldı Q bölü 2, digərində isə oldu Q bölünsün 2 üstə gəlinsin Q. Bu da eləyəcək 2-dən 3 Q. Gətirib yerinə yazsaq, F iştirix bərabərdir. K vurulsun, modulda Q bölü 2 vurulsun, modulda 3Q bölünsün 2 bölünsün R kvadrat. Bu isə bizdən ötürü 4-dən 3 K Q kvadrat bölünsün R kvadrat. Onda bizim qüvvəmiz 4-dən 3 F-ə bərabər olar. Növbəti sualımız 3-cü suala keçirik. Deyir ki, A nöqtəsində Q1 yükünün yaratdığı sahənin intensivliyi modulu Y-yə bərabərdir. A nöqtəsində, burada qələm götürür, A nöqtəsində Q1 yükünün intensivliyi özündən çıxandır və o Y1-dir. Q2 yükü isə mənfi olduğuna görə onun intensivliyi özünə doğrudur, o isə Y2-dir. Mən intensivliyin düsturunu yazacağım. İntensivliyimizin düsturu K modulda Q bölünsün R kvadratıdır. Y1 üçün yazırıq. Y1 bərabərdir 2K Q bölünsün R kvadrat. Bu bizdən ötürü Y-yə bərabərdir. Yəni, biz K Q bölünsün R kvadratını Y bölü 2 qəbul edə bilərik. İndi gəlir Y2-ni tapaq. Y2 isə bərabərdir K modulda 8Q mənfi 8Q bölünsün R kvadrat. Bu isə bizdən ötürü 8K Q bölünsün R kvadrat eləyir. K Q bölünsün R kvadrat bizdən ötürü nə idi? Y bölü 2. Onda Y2-nin də qiyməti olacaq bizdən ötürü 8 vurulsun, Y bölünsün 2. O da eləyər Y bölü 4. 4Y daha doğrusu. 4Y üzr istəyirəm. 4Y. İndi A nöqtəsində bizim intensivliyimiz eyni istiqamətdə olduğuna görə Y2-nin intensivliyimiz Y1 üstə gəlinsin Y2-yə bərabərdir. O da Y üstə gəlinsin 4Y. Doğru cavabımız olar 5Y. Növbəti sual, 4-cü sualımız. A nöqtəsində Q1 yükünün yaratdığı sahənin intensivliyi Y olarsa. Deməli, şagirdlər, Q1-in intensivliyi Y1-dir, özündən çıxandır. Müsbət yükün intensivliyi özündən çıxan vektordur. Q2-də müsbət 8-dir, onda intensivliyi Y2-dir. Artıq yekun intensivliyimiz modulu böyük olan, yəni modulda Y1 çıxılsın Y2-yə bərabərdir.
İndi biz Y1'in düsturunu yazırıq. Y1 bərabərdir 2K bölünsün R kvadrat. Bu ifadə bizdən ötürü Y-yə bərabərdir. Onda yenə də K bölünsün R kvadrat bizdən ötürü olur Y bölünsün 2. İkinci haldaki intensivliyimizin düsturu 8K bölünsün R kvadratdır. Bunu da biz 8 vurulsun Y bölü 2 yaza bilərik. Bu da eləyər 4Y. Artıq bizim Y2'miz 4Y'dir. Onda Y2'nin intensivliyimiz böyük çıxırsın kiçiyə bərabərdir və böyük istiqamətində yönəlir. O da bərabərdir 3Y. Yəni cavabımız, doğru cavabımız olacaq 3Y. Gəldik 5-ci sualımıza. 5-ci sualda nə deyir? Mənfi nöqtə və Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü AB istiqamətində necə hərəkət edər? Deməli, bizim yükümüz mənfi yüktür və digər mənfi yükümüz də bu istiqamətdə hərəkət etmək istəyir. Artıq bu yük tərəfindən, yəni Q0 yükü tərəfindən buna təsir edən qüvvə F qüvvəsi bu istiqamətdədir. Yəni mənfini itələyir. Artıq bizim Q yükünə təsir edən qüvvə ilə yükün sürəti eyni istiqamətdə olur. Ona görə də bizim yükümüz yeyinləşən hərəkət edəcək. Yəni hərəkətimiz olacaq yeyinləşən. Hərəkətin yeyinləşən olmasının səbəbi qüvvə ilə sürətin eyni istiqamətdə olmasıdır. İndi baxırıq, cisimlər arasındakı, yəni yüklü zərrəsi arasındakı məsafə artır. Məsafə artırsa F bərabərdir K Q1 Q2 bölünsün R kvadratı düsturuna əsasən məsafə artanda qüvvəmiz azalır. A da bərabərdir F bölü M düsturuna əsasən qüvvəmiz azaldığı üçün təcilimiz azalacaq. Ona görə də hərəkətimiz olacaq azalan təcillə yeyinləşən hərəkət. Növbəti sualımız Q1 və Q3 nöqtəvi yüklər arasındakı qarşılıq təsir qüvvəsi F1-3 10 newtondur. Gəlin F1-3'ü hesablayaq. F1-3'ümüz bərabərdir K vurulsun modulda Q1 Q3 bölünsün R kvadrat. Bərabərdir yazıram. Deməli Q1 ilə Q3'ün arasındakı məsafə 1, 2, 3, 4 məsafəni 4'er götürəcəm. Yüklərimizdə də Q1 Q0'dır. Q3'ümüz isə 4 Q0'dır. Düsturu bu şəkildə yazacaq. K vurulsun, modulda Q0 vurulsun, 4 Q0 bölünsün 4R'in kvadratı. Hər bir məsafəni R qəbul edirik. Bu eləyər 4K Q0 kvadrat bölünsün 16R kvadrat. Bunu isə biz yaza bilərik 4'dən 1 vurulsun K Q0 kvadrat bölünsün R kvadrat. Bu 10 newtona bərabərdir. Onda biz K Q0 kvadrat bölünsün R kvadrat necə taparıq? 40 taparıq. 40 milli newton. İndi bizə deyir ki, 1-2 arasındakı qüvvəni hesabla. F1-2 bərabərdir K Q1 Q2 bölünsün R kvadrat düsturundan hesablayarıq. O da bərabərdir. Q1'imiz Q0'dır, Q2'miz 2 Q0'dır. Olacaq 2K Q0 kvadrat bölünsün Q1 ilə Q2'nin arasındakı məsafə 2R. 2R'in kvadratı. O da eləyər 4R kvadrat. Burada da yazaram 2'dən 1 K Q0 kvadrat bölünsün R kvadrat. Bu ifadə bizdən ötürü nəyə bərabər idi? 40 milli newtona bərabər idi. Buna görə də bizim F1-2'miz də bərabərdir. 40 bölünsün 2 eləyər 20 milli newton. Doğru cavabımız 20 milli newtondur. Növbəti sualımız Q1, Q2 nöqtəvi yüklər arasındakı qarşılıq təsir qüvvəsinin F1-2 15 newton olduğunu bilərək 1-3 isə hesabla deyir bizə. 7-ci sualımızda deməli F1-2 bizdən ötürü bərabərdir 15'ə. O da bərabərdir qiymətləri yerinə yazırıq. Q0 vurulsun modulda Q2'ni də verib Q0 bölünsün Q1 ilə Q2 arasındakı məsafə 2R'dir. Olacaq 4R kvadrat. Onda aldıq biz belə bir ifadə. K Q0 kvadrat bölünsün R kvadratı vurulsun 4'də 1. Onda K Q0 kvadrat böl R kvadrat bərabərdir 4 vur 15, yəni 60. İndi 1 ilə 3 arasındakı qüvvəni hesablayıram. F1-3 bərabərdir K. Q1'imiz yenə Q0'dır. Q3'ümüz 3 Q0'dır. Yazıram 3 Q0. Bölünsün. Aradakı məsafə isə 1, 2, 3, 3R olacaq 9R'in kvadratı.
bərabərdir, bərabərdir. Bu eləyir bizdən ötürü 3k2 kvadrat bölünsün 9r kvadrat. O da bizdən ötürü 3'dən 1 vurulsun k2 kvadrat bölünsün r kvadratdır. Bu ifadə bizdən ötürü neçəyə bərabər idi? 60'a. Onda bizim F1 üçümüz bərabərdir 60 bölünsün 3. O da eləyər 20 millinewton. Doğru cavabımız 20 millinewtondur. Növbəti sualımız, 8-ci sualımız. Deməli, koordinat başlanğıcında yerləşən nöqtə və küsur yükün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyi 52 volt bölünsün metrdir. Bu yükün B nöqtəsində yaratdığı. Deməli, A nöqtəsindəki məsafəmizi təyin edirik. 8-ci sual. A nöqtəsindəki məsafəmiz budur. A nöqtəsinin katetlərindən biri 2'dir, biri də 1'dir. Ona görə də RA'nın kvadratı bərabərdir 1'in kvadratı üstə gəlsin 2'nin kvadratı. Bu isə eləyir məndən ötürü 5. RB'yə baxaq. RB üçün məsafəmiz budur. Burada isə katetlərdən biri 2'dir, biri isə 3'dür. Onda RB'nin kvadratı isə bizdən ötürü olacaq 3'ün kvadratı üstə gəlinsin 2'nin kvadratı. O da eləyəcək 9 üstə gəl 4, 13. Bizim intensivliyimizin düsturu Y bərabərdir. K modulda Q0 bölünsün R kvadrat. Yəni intensivliyimiz məsafə ilə kvadratik tərs asılıdır. Ona görə də YA bölünsün YB bərabər olur. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. Bizə YB lazımdır. YB də bərabərdir. YA vurulsun RA'nın kvadratı bölünsün RB'nin kvadratı. O da bərabərdir. YA 52'dir. Vurulsun RA'nı 5 tapdıq. RB'miz isə 13'dür. İxtisar olunsa 4 eləyər 20 volt bölünsün metr. Doğru cavabımız 20 volt bölünsün metrdir. Növbəti sualda eynisidir. Yenə də birbaşa mən yazacağım YA bölünsün YB bərabərdir. RB'nin kvadratı bölünsün RA'nın kvadratı. Şimdi burada RA'mız yenə də 2 ilə 1'dir. Yazıram kənarda RA'nın kvadratı bərabərdir 1'in kvadratı üstə gəl 2'nin kvadratı eləyər 5. RB'miz isə bizdən ötürü yenə də katetlərdən biri 2'dir, biri isə 3'dür. Ona görə o da olacaq 2'nin kvadratı üstə gəlinsin 3'ün kvadratı. Bu da eləyəcək yenə 13. İndi gələk ifadəmizə. Deməli, bizə B nöqtəsini 25 verib. YA bölünsün 25 bərabərdir. RB'miz 13'dür, RA'mız 5'dir. Onda YA da bərabərdir. 13 vur 25 bölünsün 5. Bu da eləyər 5 vur 13 65 volt bölünsün metr. Doğru cavabımız 65 volt bölünsün metrdir. Gəldik nəhayət sonuncu sualımıza, 10-cu sualımıza. Deyir ki, vakuumda nöqtəvi yüklərdən eyni məsafədə yerləşən A nöqtəsində kübik yükünün yaratdığı elektrik sahəsinin intensivliyi Y-yə bərabərdir. Bu nöqtədə hər bir elektrik yükünün yaratdığı elektrik sahəsinin intensivliyinin istiqamətini və modulunu şəkildə təsvir etməklə yekun elektrik sahəsinin intensivliyinin istiqamətini çəkin və modulunu hesablayın. Deməli, kübik yükünün intensivliyini çəkəcəyik. O bizdən ötürü Y1'dir. Q2 yükü də müsbət, daha doğrusu kübik yükü yuxarıdakidir. Üzr istəyirəm, elə bilin budur. Deməli, kübik yükünün intensivliyi özündən çıxan Q3 yükünün intensivliyi, bax buna Y1 deyəcəm. Q3 yükünün intensivliyi özünə doğru, buna Y3 deyəcəm. Q2 yükün də intensivliyi özündən çıxan, bu da olsun Y2. Deməli, bizdən ötürü Y1'imiz K2 bölünsün R kvadratıdır. Bu ifadə bizdən ötürü Y-yə bərabərdir. Gəlin Y2'ni tapaq. Y2'miz olacaq 4K2 bölünsün R kvadrat. O isə bizdən ötürü olacaq 4Y. Gəldik Y3'ə. Y3'ümüz isə 2K2 bölünsün R kvadratdır. Bu isə bizdən ötürü 2Y'yə bərabərdir. İndi bizim Y1 və Y3 intensivliklərimiz eyni istiqamətdə olduğuna görə onların yekunu iştirik yazıram ona. O Y1 üstə gəlinsin Y3'dür. O isə Y üstə gəlinsin 2Y olacaq 3Y. Və biz görürük ki, bizim 3Y'mizlə
4y'miz bir-birinə perpendikulyardır. Perpendikulyar olduğuna göre y-şun intensivliyimiz kök altında y eşittir x-in kvadratı üstə gəlinsin y2'nin kvadratı. O da bərabərdir. Kök altında 3'ün kvadratı üstə gəl 4'ün kvadratı. Kök altında 25, oradan da kök çıxacaq 25y. Burada y kvadrat da var, y kvadrat. 25y kvadrat, oradan da kök çıxır 5y. Doğru cavabımız olacaq 5y. Və istiqamətlərimizi də bu şəkildə çəkib göstərəcəyik. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, hər kəs faydalansın. Sağ olun.